Salam, hər birinizi xoş gördük. Əziz abituriyentlər və müəllimlər. Mən Şəlalə İbrahimova, sizin ekranda gördüyünüz sualları isə Türkiyə Dəyanət Vakfı Bakı Türk Liseyinin biologiya suallarıdır. Onu da vurğulayım ki, bir izləyicim tərəfindən bu suallar mənə göndərilib. Elə ona da təşəkkür edirəm və mənim izahımda bu sualları dinləmək istəyir. Düşündüm ki, bu sualların izahını dinləmək abituriyentlər üçün də maraqlı ola bilər. Beləliklə, sualların izahına keçməmişdən öncə mən istəyərdim ki, bir neçə gün bundan əvvəl 4-cü qrupların biologiya sualları haqqında öz fikrimi deyim. Biologiya sualları çox gözəl idi. Əməyi keçən, zəhməti keçən hər bir kəsə təşəkkür edirəm. Doğrudan da bu sualları yazan insan 4-cü qrupa gedən abituriyentin 6 fən üzrə hazırlaşdığını, eyni zamanda keçid balının yüksək olduğunu nəzərə alıb. Bütün bunlardan əlavə 4-cü qruplara keçən şagirdlər, yəni imtahan verən abituriyentlər və bütün abituriyentlər güclü stres altında olduğunu da nəzərə alıb. Bir müəllim kimi, bir abituriyentlər adından, öz abituriyentlərim və tanıdığım, bildiyim 4-cü qrupun müəllimləri adından ikinci şansı da bu tipli sualları görməyi elə sizlərdən rica edirəm. Çünki 4-cü qruplar 6 fən üzrə hazırlaşır və onlar sualları çətinləşdirdikdə bu abituriyentlərin depressiyasına və digər səbəblərə gətirib çıxara bilər. Elə ikinci şansı da biz bu cür suallarla qarşılaşmağı ümid eləyirik. Beləliklə, gəlin sualların izahına keçək. Birinci sualda bizə deyir, hansı variantda uyğunluq pozulub? Yəni, səhv cavabları istəyir bizdən. Otoskleroz orta qulaq sümüyünün böyüməsidir. Bəli, otoskleroz orta qulaq sümüyünün böyüməsidir. Orta qulaqda olan üzəngi sümüyü böyüyür, kirəçləşir və oval pəncərə ilə aralarında, yəni impuls oval pəncərəyə qədər gəlir, oradan daxili qulağa ötürülmürdü. Doğru fikirdir, mən səhvləri axtarıram. Katarak gözdə olan infeksiyadır. Katarak billurun bulanmasıdır, burada isə infeksiya kimi verilib. Osteomaliasiya sümüklərin sərtliyinin itməsidir. Osteomaliasiya xəstəlik olaraq böyüklərdə D vitamini çatışmamazlığıdır. Yadımıza salaq, D vitamini qandan kalsium və fosforu sümüklərə gətirirdi. İndi isə D vitamini yoxdur. Sözsüz ki, sümüklərin sərtliyi azalacaq, itəcək. Doğru fikirdir. Pielonefrit sidik hissəsinin iltihabıdır, səhvdir. Böyrəklərin iltihabıdır, səhvləri axtarıram. Polimelit beyin qişasının iltihabıdır, xeyr. Meningit beyin qişasının iltihabıdır. Yenə səhv fikir verib. Deməli, mən səhv olaraq izah elədim nəyi? 2, 4 və 5-i. A bəndini seçmiş oldum. Bu, demək, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. Bazunun bükücü əzələsidir və budun açıcı əzələsini müqayisəli verir və fikirləri bunlara uyğun bölməyimi istəyir. Yadıma salıram ki, bazunun bükücü əzələsi 2 başlı əzələdir və bazunun ön tərəfində yerləşir. Budun açıcı əzələsi isə yenə budun ön tərəfində yerləşir və 4 başlı əzələdir. İndi isə suallara keçək. Vətər vasitəsilə çanaqla birləşən borulu sümüklərə, yəni mən burada rəqəmlərlə qarışdırmamaq üçün gəlin burada başlı yazaq. Çünki rəqəmlər də 1, 2, 3, 4-dür. Burada da başlı yazaq ki, yəni bunu qarışdırmayım. Özüm üçün istiqamət vermişəm ki, çaşmayım. Vətər vasitəsilə çanağa nə birləşər? Əlbəttə ki, budda olan əzələ ehtimalı çox nüvəlidir. Bax, hər ikisi ennəzolaqlı əzələ olduğuna görə çox nüvəlidir. İşi avtonom sinir sistemi ilə tənzimlənir. Avtonom sinir sistemi nə idi? İnsan iradəsinə tabi olmayan orqanların işini tənzimləməkdə avtonom sinir sistemi. Avtonom sinir sistemi ürək, mədə, bağırsaq, böyrəklərin işi, orada da simpatik, parasimpatik var idi. Ennəzolaqlı əzələlər isə somatik sinir sistemi ilə tənzimlənir. Məncə 3 heç birinə aid olmayacaq. Bükmə funksiyası yerinə yetirir. Bükücü əzələ bükmə funksiyasını yerinə yetirər. Ona görə mən 4-ü bura yazıram 1-ə. İşi iradidir deyir. İradi hər ikisinin. Çünki ennəzolaqlı əzələ daxı hər ikisi iradidir. 4 başlı əzələdir. Baxın, yazdığım konspekt artıq burada mənə lazım oldu və mən 1-ə 4 yazdım, 3-ə 2, 5 yazdım və 2-yə 1, 6 yazdım. Bu isə mənə B bəndində verilib. İnsan qanının, qanı insanın həzm kanalının ən uzun şöbəsindən zərərli maddələrin 95%-ni təmizləyən orqana gətirən damar. Nədən söhbət gedir? Xatırlayıram. Sözsüz ki, bu bağırsaqdan çıxan bağırsaq venasıdır, qaraciyərə gedir, orada təmizlənmək üçün.
Və mən burada bağırsaq venası haqqında fikir seçməliyəm. Karbon qazı ilə zəngindir, əlbəttə vena damarıdır da. Qidalı maddələrlə zəngindir, bəli. Vena damarıdır, bəli. Arterial qan daşıyır, doğru deyil. Arteriya damarıdır, doğru deyil. Harda 4-5 var silirəm və 1-2-3 cavabı qalmış oldu. Hormonu artıq olanda böyüklərdə akromegaliya səbəb olan vəz haqqında doğru fikirlər istəyir. Vəzi yadıma salıram. Hormonu artıq olanda akromegaliyadırsa bu hipofiz vəzidir. İndi fikirləri seçirəm. Hormonu çatışmayanda kretinizmə səbəb olur. Kretinizm qalxana bənzər vəzinin xəstəliyidir. Artıq olanda uşaqlarda nəhəng boyluluq doğrudur. Bioloji saat olaraq mən epifiz vəzini seçə bilərəm, hipofizi yox. Demək 3 cavabı da səhvdir. Boyun inkişafına, cinsiyyət sisteminə təsir göstərir. Bəli, əlbəttə əgər sümüklər güclü inkişaf eləyərsə, demək insan nəhəng boylu olarsa, burada götürə bilərəm. 2, 4-ü də götürə bilərəm. Tək saydadır, 5-i də götürə bilərəm. 2, 4, 5 cavabını seçə bilərəm. Ağciyər kapilyarlarına deyir, baxın, tənəffüs orqanlarına demir. 2000 kub santimetr oksigen daxil olduğu müddətdə bir böyrəkdən neçə litr qan keçər? Demək, bir tənəffüs hərəkətində 25 kub santimetr gedir, düzdürmü? Mən 2000-i bölüm 25-ə görüm neçə tənəffüs hərəkəti olub. 80 tənəffüs hərəkəti olub. İndi isə zamanı tapım. 80-i bölüm 16 tənəffüs hərəkətinə görürəm ki, mənim 5 dəqiqə zamanım var. Bu 5 dəqiqə zamandan bir böyrəkdən neçə litr qan keçər? 5-i də vurarsınız 0,5-ə 2,5 litr qan keçdiyini təyin elədik. Növbəti suala keçək. 56-cı sualdadır. İnsanın həzm orqanıdır, nazik bağırsaq mühiti soruşur və mühiti A hərfi ilə işarələyir. Axarıb bağırsağa açılan vəzidir. Nazik bağırsağa nə açılır? Məədaltı vəzi də açıla bilər və qaraciyər də açıla bilər. Mən bunu cavablardan müəyyənləşdirə bilərəm. 56 nömrəli suala bir də baxaq görək nə istəyir. Turş mühit ola bilər. Yəni mən A-ya da, B-yə də heç birinə mühit olaraq turş yazmaq olmaz. Bir, ümumiyyətlə yerləşdirə bilmədim. İnsulin hormonu ifraz eləyə bilər. Bəyər bu məədaltı vəzidirsə, onda bu insulin hormonu sintez eləyə bilər. Yağları kiçik damlalara parçalayır. Qaraciyər götürürəmsə, yağların mexaniki həzmində iştirak eləyir. Ona görə mən demək B-yə qaraciyəri də düşünə bilərəm, məədaltı vəzini də düşünə bilərəm. Qələvi mühit ola bilər. Əlbəttə A-da qələvi mühit ola bilər. 4-ü bura yazıram. Həzm prosesində rol oynayır. Həm nazik bağırsaq, həm də ora açılan vəzilər həzm prosesində rol oynayır deyə mən 5-i bura yazıram. A-ya 4 yazdım. Demək, B-yə 2 və 3 yazdım. Baxaq görə 2 nəymiş? Demək, 2 və 3 yazdım. C-yə də 5 yazdım. Bəli, A bəndini seçmiş olaram. Doğru mülahizələri seçin deyir və neyronlar barədə mülahizələrdir. Sadə refleksdə ara neyronun yalnız dendriti və cismi, ümumiyyətlə sadə refleksdə ara neyron olmur. Mürəkkəb refleksdə yalnız bir növ neyronun bütün hissələri mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində iştirak eləyir. Ara neyronun bütün hissələrini götürürük. Hərəki neyronun da dendriti cismini götürürük. Doğru fikirdir bu. Bir növ neyronun bütün hissələri deyir. Bütün hissələri sözünü dediyinə görə bəli, ara neyrondur. Hissi neyronun dendriti cismi refleks qövsünün 3-cü mərhələsində iştirak eləyir. Hissi neyronun dendriti cismi mərkəzi sinir sistemindən kənardır. O, refleksin də 3-cü mərhələsi mərkəzdir. Bunu seçə bilmərəm. Sadə refleksdə impuls hissi neyronun aksonundan hərəki neyronun dendritinə, bəli, ara neyron yoxdur axı. Refleks qövsünün 3-cü mərhələsində hər 3 neyron iştirak eləyə bilər. Refleks qövsünün 3-cü mərhələsi mərkəzdir. Biz də bilirik ki, hissi neyronun aksonun bir hissəsi, hərəki neyronun da aksonun bir hissəsi iştirak eləyə bilər. Ona görə aksonu da var, eyni zamanda hərəki neyronun dendriti cismi də var, ara neyron da bütövlükdə. Ona görə 5 cavabını da seçirəm. 2, 4, 5 mənə D bəndində verilib. Qıvrım kanalların üzərini örtən kapilyara geri sorulma nəticəsində daxil olan, kapilyara daxil olan, yəni böyrək kapilyarlarına olan karbon qazı ağciyərlərdən atılana kimi hansı ardıcıllıqla keçər? Mən özüm üçün bir təəssürat yaradıram. Deməli, karbon qazı hardadır?
böyrəyin kapilyarlarındadır. Mən hara getməliyəm? Ağciyərə qədər getməliyəm. Ağciyərdən atılana qədər. Böyrəyin kapilyarlarından başlayıram. Elə kapilyardan başlayıram. Böyrək kapilyarları birləşər böyrək venasına 6-ya. 5-6 ilə başlayan, baxın, həm demək bu 5-6 ilə başlayan həm B, həm Y, həm də C bəndlər arasında qaldım. Böyrək venası hara gələr? Aşağı boş venaya gələr. Deməli, ardıcıllıq 6, 5, 4. Bu artıq bax 3 gəlir burada. Sağ qulaqçıq bunu çıxdıq. Deməli, B ilə Y arasında seçim eləyəcəm. Aşağı boş venadan birləşər sağ qulaqçıq və sağ mədəcik. Deməli, sonra aşağı boş vena 3, 1 və sonra ağciyər arteriyasına gedər. Deməli, 5, 6, 4, 3, 1 və 2 B bəndində bizə verilib. Növbəti suala keçək. 59 nömrəli suala baxırıq. Timuslu vəzin adı hormonunu istəyir və timozin hormonu. Əlbəttə, burada timozin hormonudur. Timozin mənə A bəndində və D bəndində verilib. Glikagon hormonu məadaltı vəzin növünü istəyir, qarışıqdır. Baxın, həm burada qarışıq sekresiya vəzisi olduğunu yazır və X-la təyin eləyəcəyik. Daxili sekresiya vəzisi triotrianin sintez eləyir. Bu da qalxana bənzər vəzidir. D bəndini seçmiş oldum. Qalxana bənzər ətraf vəzində xatırlayaq, parat hormonu idi. Onu burada seçə bilmərəm. 60 nömrəli sualda 24 tənəffüs hərəkəti zamanı insanın ürəyinin qulaqcıqlarının boşalmasına neçə saniyə vaxt sərf olunur? 24 tənəffüs hərəkətini 16-ya bölürsüz, 1,5 dəqiqə düşür. Amma saniyə ilə dediyinə görə 1,5-i də vuraq 60-a, demək 90 saniyə mənim zamanım var. 90 saniyədə qulaqcıqların boşalmasını hesablamalıyam. 0,8-ə boşalma dediyinə görə 0,7-dirsə, 90 saniyədə X və bunu vuraraq 78,75 cavabını almış oldum. 61 nömrəli suala baxaq. Euler-Venn diaqramına əsasən uyğun gələn bəndləri seçin. Uyğunlaşdırıram. Birincidə mənə onurğa sütunu verir, ikincidə döş qəfəsi verir. Gövdə skeletini əmələ gətirə bilər. Gövdə skeletini xatırlayıram, onurğa sütunu və döş qəfəsi birlikdə idi. Ona görə A-nı mən 3-ə yazacağam. Fəqərələri lardozun əmələ gəlməsində iştirak eləyir. Fəqərələri lardozun əmələ gəlməsində deyir mənə iştirak eləyir. Lardozun əmələ gəlməsində nə iştirak eləyirdi? Boyun, önə, boyun, döş, bel. Boyun və bel. Ona görə mən nə etməliyəm? B bəndini 1-ə yazmalıyam. Axı döşdə döş fəqərələridir. Sonra davam eləyirəm. 37 sümükdən ibarətdir. C bəndini bura yazıram. Yastı və qarışıq sümüklərdən təşkil olunub. Deməli, yastı və qarışıq sümüklərdən təşkil olunub deyirsə, baxaq, yastı. Fəqərələri götürsəm, orada yalnız qarışıq sümüklərdir. Yastı sümüklər yoxdur. Döş qəfəsini götürsəm, qabırğalar yastıdır. Qarışıq da döş fəqərələrini götürə bilərəm. D bəndini bura yazıram. Və deyir ki, yalnız yastı sümüklərdən təşkil olunub heç birinə, Y bəndini mən heç birinə aid eləyə bilmirəm. 1-ə B yazdım, 2-yə C və D yazdım, 3-ə də A yazdım. Y bəndində mənə belə bir cavab təqdim olunub. Növbəti suala keçək. Neyronların 62-ci sualdır. Neyronların cisminə və meylin qişasına həm mərkəzi sinir sistemində, həm də ondan kənarda rast gəlinir. Əlbəttə, mərkəzi sinir sistemində hansı ara neyronun cisminə və aksonuna eyni zamanda rast gələ bilərəm. Və həm də ondan kənarda, hissi neyronu götürsəz də ondan kənarda rast gələ bilərəm. Biri doğru kimi götürək. Demək, məndə 1 ilə başlayacaq. İnsanda səs dalğalarının gücü, ucalığı, xarakteri, təbil pərdəsi hüceyrələrinin qıcıqlanması, oyanmanın bilavasitə daxili qulağa ötürülməsi sayəsində baş verir. Bilavasitə daxili qulağa ötürmür, təbil pərdəsi eşitmə sümüklərini ötürür. 2 cavabı harda varsa mən silirəm. Sildim. İnsanın normal embrional inkişafının 4,5 aylığında dölün ürək sikli. Demək, normal embrional inkişafın 4,5 aylığında ananın ürək döyüntülərindən 2 dəfə yüksək idi. 3-cü fazanı ana ilə müqayisə eləyir. Anada 0,4-dür. 3-cü faza mədəciyin ümumi boşalma idi. 3-cü fazaya deməli bunda ürək döyüntüləri 2 dəfə artıq olduğundan 0,2 olacaq. 2-ci fazası nə qədər idi anada? 2-ci fazası demək mədəciklərin yığılması idi, düzdür?
O da 0,3 idi. Ürəyi 2 dəfə döyündüyündən 2 dəfə azaldıram. 0,15. Deməli, və 0,2-dən 0,5 çıxıram, 0,05. Bəli, saniyə çox çəkir. Deməli, mən 3 fikrini seçə bilərəm. İnsanın qolu bükücü olan zaman, demək, qolu bükülü olan zaman açıcı əzələlərin hərəki neyronlarının tormozlanmış vəziyyətdə ola bilər. Və 62-ci sualda məndə 4 bəndində bir problem görmürəm. 4 bəndə ola bilər. Deməli, 1, 3, 4-ü seçdim. Yenə də 5-ə baxaq. İnsanda ağciyər, dəri, bağırsaq ifrazat məhsullarının xaric eləmək üçün ifrazat sisteminə aiddir. Yaxşı, heç biri ifrazat sisteminə aid deyil. 5 cavabı da varsa hardan silirəm və 1, 3, 4 cavabı mənim üçün qalmış oldu. Nöqtələrin yerinə uyğun gələn sözlərin ardıcıllığını müəyyən edin. Dərdəki reseptorlar temperaturu, toxunmanı, baxaq, qida, görmə, ağrını hiss eləyə bilər. 2-ni bura yazıram. Ən zəif işıq belə, deməli, gözdə yerləşəndə, harda yerləşəcək? Gözdə yerləşən görmə reseptorlarını, 4-ü də bura yazıram, qıcıqlandırır. Eşitmə reseptorları səs qıcığını qəbul edir. Aha, 3-ü səhv yazmışam. Görmə deyəndə mən bura 5 yazmalıydım. İndi 3-ü bura yazıram. Eşitmə reseptorları səs qıcığını 3-ü bura yazım. Dad reseptorları isə qidanın dadını. Deməli, ardıcıllıq necə yazdım? 2 yazdım, 5 yazdım, 4, 3 və 1 yazdım. 2, 5, 4, 3, 1 Y bəndində bizə verilmiş oldu. Deməli, 63-cü sualda baxaq, 2, 5, 4, 3, 1. Üzr istəyirəm, bax, yazıram burada 2, 5, 4, 3, 1. Sonra da abituriyentlərə deyirəm ki, 3, 1 deyirəm, amma 1, 3 işarələyirəm. Gəlin, baxaq, düzəldək səhvimizi. Baxın, 2, 5, 4, 3, 1 deyirəm və bu bizə deməli, hansı bənddə verilib? C bəndində verilib. Şəkildə 3, 5, 7 ilə göstərilən vəzlərə uyğun olaraq hansı variantı doğru verilib? Əvvəlcə mən, demək, vəzləri təyin edeyim. Vəzləri təyin edeyim, sonra doğru fikrin olub-olmadığına baxaq. Deyirəm, 3, 5, 7 vəzini təyin edirəm. Vəzim 3, qalxana bənzər vəzidir. Bax, burada qalxana bənzər yazaq. Qalxana bənzər 3 nömrəli vəzimdir. Sonra 5-ə baxıram. 5-i demək, hara yerləşdirib? Ürəyin üstündə bir aorta damarı var. 5 yəqin timusdur. Timus kimi görürəm mən onu. 7 isə mədə-altı vəzi kimi. Baxın, burada 7-nin mədə-altı, mədənin altındakı bu hissə mədə-altı vəzi kimi görürəm. Baxaq görək 7-yə mədə-altı vəzi kimi götürəriksə nə olar? Yenə mədə-altı vəzi. Çünki şəkildə mədənin altına göstərir. Düzdür, burada arxa tərəfdə göstərir. Hə, burada da yenə mədə-altı vəzi kimi göstərə bilər. Və cavablara keçək. Cavabları oxuyaq. Beləliklə, qalxana bənzər timus və mədə-altı vəzi. Hormonu adrenalindir. Heç birinin hormonu adrenalin deyil. Qələvi mühitdə zülal yağ karbohidrat parçalanmasını təmin edir. 7-yə B yazacağam. Çünki mən onu mədə-altı vəzi kimi götürdüm. 7-yə B yazıram. Sonra deyir ki, hormonu sümükdə kalsiumun artmasına səbəb ola bilər. Qalxana bənzər vəzi kalsitanin hormonu ifraz edirdi, düzdürmü? O, kalsiumu götürürdü, qandan sümüklərə gətirirdi. Beləliklə, mən sümüklərdə C bəndini bura yazıram, 3-ə. Deyə baxaq, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Qalxana bənzər vəzi qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. İmmun sistemini möhkəmləndirir, T-yə isə Y bəndini aid edirəm. Hə, burada D-ni də aid eləyək. Beləliklə, mən 7-yə B işarələdim, 5-ə E işarələdim, 3-ə isə C və D işarələdim. A bəndini götürə bilərik. 65-ci suala baxırıq. Zülal yağ və karbohidratların birlikdə həzmi, nə? Mədə-altı vəzin. Çünki hər üçünü deyir. Baş verir və bu fermentləri sintez olunur. Bu fermentlər mədə-altı vəzi və indi baxaq görək.
sintez olunub toplanan aktivləşdirir. Bu fermentlər qaraciyərdə sintez olunub 4, qaraciyərdə sintez olunub, öd kisəsində toplanan öd aktivləşdirir. Demək 3, 4, 2, 1. 3, 4, 2, 1 isə mənə Y bəndində verilib. Və keçək 66-cı suala. Demək, vena kapilyar vena hansı orqandadır? Arteriya kapilyar arteriya hansı orqandadır? Birinci qaraciyər götürəcəm, ikinci isə nə götürəcəm? Böyrək. C bəndi. Döş sümüyünə nə birləşir? Döş sümüyünə nə birləşirdi? Həqiqi qabırğalar birləşirdi 7 cüt, bir də nə birləşirdi? Körpücük sümükləri birləşirdi. Yalançı qabırğaları götürə bilərəmmi? Xeyr. Çünki onlar öz aralarında birləşərək 7-ci cütə birləşir, sonra döş sümüyünə birləşir. Mən kürək sümüyü götürə bilmərəm, amma körpücük götürə bilərəm. Döş sümüyünə döş fəqərələrə birləşməz. Fəqərələrə qabırğalar birləşər. Həqiqi qabırğalar götürərəm. Üzən qabırğalar yəqin burada sərbəst qabırğaları nəzərdə tutur. Zaten onlar döş sümüyünə gəlib çata bilmirlər. 2 və 4 mənə A bəndində verilib. Növbəti sual, həzm kanalında qeyd olunan strukturlara malik hissə deyirsə, nazik bağırsaq götürəcəksiniz. Çünki xovlar göstərilir. Doğru fikirləri seçin deyir. Bu şöbəyə qarışıq sekresiya vəzlərin axarları açılır. Əlbəttə, mədə-altı vəzin axarları açılır. Sellozanın bakterial parçalanması yox. Başlanğıc şöbənin uzunluğu baş barmağın 12 qatına bərabərdir. 12 barmaq bağırsaqdır da. Kimyəvi çevrilməyə uğrayan qida maddələri qana və limfaya sorulur. Bəzi vitaminlər bakteriyalar tərəfindən sintez olunur. Bu fikir isə yoğun bağırsağa aiddir. 1, 3, 4 cavabı mənə B bəndində verilmiş olub. Növbəti suala keçək. Doğru fikirləri seçin deyir. Müvazinət orqanı, vestibulyar aparat orta qulaqda yerləşir. Orta qulaqda vestibulyar aparat yerləşməz, daxili qulaqda yerləşər. Qidanın dadının hiss olunması qoxu orqanda iştirak etmir. Halbuki qidanın dadında qoxu orqanının da rolu var. Əşyanın görüntüsü torlu qişanın önündə alınarsa, çökək linzalardan istifadə etmək, bəli. Bu, yaxından görmə olduğuna görə çökək linzalardan istifadə olunur. Reseptorlar dərinin dermaqatındadır. Burun udlaq seliklə dolu olanda qidanın dadı qoxusu hiss olunmur. 3, 4, 5 cavabı isə Y bəndində. Məsələn, qrip oluruq. Seliklə burun tutulması zamanı görürük. Bu zaman qidanın dadını biz hiss eləmirik. Heç qoxunu da hiss eləmirik. Hansı hormon əsas bədən boşluğunda yerləşməyən vəzlər tərəfindən ifraz olunur? Hansı hormon? Hormona baxaraq təyin eləyə bilərik. Progesteron, estrogen qadın cinsiyyət hormonlarıdır və onlar demək yumurtalıqlar qarın boşluğundadır. Karbohidrat mübadiləsində rol oynayan hormon mədə-altı vəzinidir. Uşaqlarda çatmayanda cırtdan boyluğa səbəb olan hormon hipofiz vəzinidir. Sonra sevinç və kədər hissi kimi emosiyaların yaranmasına səbəb olan hormon, bu da böyrək üstü vəzin hormonudur. Adrenalini deyir. Androgen və testosteron, bəli, Y bəndini götürə bilərik. Çünki toxumluqlar heç bir bədən boşluğunda yerləşmir. İnsanda yalnız 2 əsas bədən boşluğunda yerləşən orqanlar sisteminə aid prosesləri seçin. 2 əsas bədən boşluğunda yerləşən qida borusudur. 2 əsas bədən boşluğunda yerləşən sidik axarlarıdır, qarın və çanaq boşluğunda. Deməli, orqanlar sistemi deyəndə mən həzm sisteminə aid və ifrazat sisteminə aid bir şeylər seçməliyəm. Qidanın bilavasitə həzm kanalının ən geniş şöbəsinə ötürmək, bəli, qida borusu. Rüşeyimin xarici qat hüceyrələrindən yaranmış xovlar vasitəsilə uşaqlığın divarına yapışması, bu nə ifrazat, nə həzm sisteminə aid fikir deyil. Maddələr mübadiləsinin parçalanması nəticəsində əmələ gələn kiçik daşların sidik axarlarına düşməsi ifrazat sisteminə aiddir. Ağciyərlərdə qaz mübadiləsinin baş verməsi nə həzm, nə ifrazat sistemi ilə əlaqəli deyil. 1-3 bəndi isə B bəndində mənə verilib. İnsanda ilk sidik haqqında doğru fikirləri seçək. Bunun üçün əvvəlcə bu hissədə bir balaca təmizlik işləri aparaq və başlayaq. İlk sidik haqqında doğru. Qədəhə bənzər kapsulda yaranır. Bəli, süzülmə prosesi nəticəsində yaranır. Qan süzülür də. Qədəhə bənzər kapsula keçəndə qan süzülür. Qıvrım kanallardan keçərkən reabsorpsiya verəndən sonra, yəni geri sorulma baş verəndən sonra yaranır. Bu son sidiyə aid fikirdir.
Böyrək ləyənində toplanır son sidiyə. Sutkada 150-170 litr əmələ gələ bilər, bəli. 1, 2 və 5 bəndləri doğrudur. Toxuma mayeəsindən çıxan bəzi maddələri qana qaytaran sistem deyir. Bilməliyəm ki, limfadan söhbət gedir və limfa haqqında doğru fikirləri seçməliyəm. Gəlin baxaq. Deməli, orqanizmin daxili maye mühitidir. Bəli, daxili maye mühitimizə qan, limfa, toxuma mayesi təşkil edir. Dövranı, qan dövranına nisbətən zəifdir, doğrudur. Bağırsaq xovlarının parçalanma məhsullarının bir qismini qəbul edir, gliserin və yağ turşularını qəbul edir, doğrudur. Dövr eləyəndə arteriya damarlarına birləşir, doğru deyil. Limfa damarları yuxarı boş venamıza gəlir, birləşir. Körpücük altındakı sümükdən körpücük altı deməli hissədə yuxarı boş venaya birləşir. Dövranı qan dövranına nisbətən sürətlidir, doğru deyil. Nə seçdim? 1, 2 və 3 seçdim. 24 nömrəli suala baxaq. 74 nömrəli, üzr istəyirəm. Ətraf skeletləri üçün doğru ifadələri seçin. Yəni, həm yuxarı ətraf, həm də aşağı ətraf ola bilər. Bizə konkret demir. Yastı qısa borlu sümüklərə təsadüf olunur. İstəyir yuxarı ətraf olsun, istəyir aşağı ətraf kürək sümükləri var. Qısa sümüklər, məsələn, biləklərimiz, barmaq falanqalarımız. Hər ikisini götürə bilərsən. Həm yuxarı ətraf üçün, həm aşağı ətraf üçün. İki növ sümük iliyinə sahib sümüklərlə birləşmə əmələ gətirən sümüklər yastı sümük ola bilər. Məsələn, çanaq sümüklərini götürsəz, borlu sümüklərlə birləşmə əmələ gətirir. Kürək sümüyünü götürsəz, yenə, yəni 2 doğrudur. 1-2-ni artıq biz seçdik. Yalnız hərəkətsiz və yarım hərəkətli. Axı oynaqlarımızda, yəni əlimizdə, ayaqlarımızda əsasən hərəkətli sümüklər olur. Bu isə yalnız hərəkətli, hərəkətsiz və yarım hərəkətli deyir. Qurşaq və sərbəst hissədən ibarətdir. Bəli, qurşağı da var, sərbəst hissə. Yalnız qabırğa və fəqərələrdən ibarət olan şöbə ilə birləşmə əmələ gətirir. Yox, aşağı ətrafda var. Yalnız demək olmaz. 1-2-4 bəndini seçmiş oldum. Sonuncu suala baxırıq. Uyğunluğu müəyyən eləyin. Daxili qulaq olsun, torlu qiş olsun, dilin yan hissələri olsun. Yan hissələri. İlvəz və vestibulyar aparatdan ibarətdir. İlbiz və vestibulyar aparatdan ibarətdir. Nə? Qulaq, əlbəttə, A bəndini. Həm şirin, həm duzlu dadı müəyyən edən reseptorlar çoxluq təşkil edir. Şirin dilin ucunda yerləşir. Duzlu isə yanlarında. Mən şirin yan sözü dediyinə görə bunu seçə bilmirəm. Görmə sinirləri buradan çıxır. C bəndi. Həm duzlu, həm turş. Bəli, artıq D bəndini gətirib bura yaza bilərəm. Çünki şirin dedim, yenə dilin ucundadır. Buradan çıxan sinir impulsu həm sağ, həm sol yarımkürələrinin ənsə payına çatdırılır. Ənsə payı deyirsə, görmə ilə bağlıdır. Demək, Y bəndini də bura aid elədim. Demək, 1-ə mən aid elədim A-nı, 2-yə aid elədim C və E-ni, görmə sinirləri və ənsə payı, 3-ə də aid elədim D-ni. Çünki həm duzlu, həm turş. Nə üçün aid eləmədim B-ni? Həm şirindir. Şirin isə dilin ucundadır. Şərtə əsasən mənə dilin yan hissələri verilir. Beləliklə, biz sualların izahı ilə tanış olduq. Vaxt ayırıb məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm.